Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 8-ci sinif mövzusu olan trigonometrik nisbətlərin tətbiqi ilə məsələ həlli mövzusunun izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Burada biz əvvəlki dərsimizdə demişdik ki, burada bəzi hesablamalarda biz kalkulatorun köməyindən istifadə etməliyik. Yəni bəzi bucaqlar bizə tam dəqiq verilməyibdir. Bu mövzuda da artıq demək olar ki, biz bizə verilən o çoxsu bucaqlarda biz hökmən kalkulatordan hesablayıb yuvarlaq bir ədədlər götürməmiz lazım. Yəni burada qeyri-adi öyrədəcəyimiz heç bir şey yoxdur. Buradakı o bucağın sinusu, kosinusu, tangensin tapılması qaydalarından istifadə edərək misalları həll etməmiz lazım. Birinci suala baxalım. Deyir ki, çayın üstündə yeni körpü salınması üzərində işləyən mühəndislər teodolitlə ölçmələr aparır. Teodolit bu bucaqların ölçülməsidir. Mühəndis olduğu tərəfdə sahil boyu 300 metrlik məsafə ölçdü və nişangah qoydu. Bu nişangahın bərabərində digər sahildə yerləşən nöqtənin dayandığı yerlə 30 dərəcə bucaq altında göründüyünü teodoritlə ölçdü. Bu məlumatlara görə çayın enini metr dəqiqliyi ilə ölçün deyir. Aha, əla. İndi bizə bax bu hissə lazımdır. Yəni bizə bu x lazımdır, deyilmi? Mən bu x-i necə tapa bilərəm? Baxın, bucaq var. Bitişik katet var, bir də qarşı katet var. Onda mən tangensdən yazaram, elə deyilmi? Yəni mən yaza bilərəm ki, tangens 30 dərəcədə, tangens 30 dərəcə birinci sualda bərabər olmalıdır. Qarşı katetin nəyə nisbəti? Hipotenuza, bitişik katete üzülü sayın. Bitişik katet. Onda mən buradan x-i tapmaq üçün çayın enini deyirəm, bəli. X-i tapmaq üçün inşallah 300-ü vurmalıyam nəyə? Tangens 30 dərəcəyə. Tangens 30 dərəcədə də biz demişdik ki, biz indi bunun kalkulatordan tapmaya ehtiyac yoxdur. Biz nə demişdik? Məsələn, bu 30-60 qaydasına görə baxsaydıq, məsələn, bura 30 desəm, bura 60 desəm, əgər bura məsələn 1-dirsə, bura 2 olurdu, burada kökətdə 3 olurdu, değil mi? Məsələn, mən bunu tangens 30-u tapmaq üçün, nə edirəm mən? Deyirəm ki, qarşı katetin, yəni 1-in kökətdə 3-ə nisbəti olardı, değil mi? Qarşı katetin bitişik kateti. Bu da yəni 300 vurulsun, biz bunu kökətdə 3, hər tərəfini kökətdə 3-ə vursaq, onda bu olacaq 3-də kökətdə 3. Həmən bunları ixtisar eləsəm, bu da elədi 100 vurulsun, kökətdə 3 şəklində olacaq. İndi biz burada deyək ki, metr dəqiqliklə tap. İndi buradan kökətdə 3-dən təxminən deyək ki, 1 tam neçə çıxsın? 1/4. Yəni 100 vurulsun deyək 1/4-ə. Bu da neçə elədi? 140 metr şəklində olacaq. Bu şəkildə baxmamız lazım. İndi keçirik növbəti ikinci suala. İkinci sualda yenə baxın, eyni qaydalardan istifadə edəcəyik. 2-nin A variantını deyir ki, bizə baxın, belə bir verilibdir. Bu bucaq 60 dərəcədir. Bunun yenə baxın, qarşısındakı verib. Yenə də tangensdən gedə bilərik. Tangens 60 dərəcə bərabərdir. Yenə də x bölünsün 66-ya. Buradan yenə mən x-i tapmaq üçün 66-nı vurmalıyam. Tan 60-a. İndi tangens 60 dərəcəni buradan baxsaq, yenə baxın, qarşı katetin bitişiyə, yəni kökətdə 3-ü 1-ə bölməliyəm. Onda nə oldu cavabımız? Elə kökətdə 3 olacaq da, elə deyilmi? Yəni 66 vurulsun, kök 3 şəklində olacaq. Bunu da mən yenə də bizə deyir ki, uzunluğu, bucağın dərəcə ölçüsünü tapın deyir. Ya bucağı tapın deyir də uzunluğu tapın. Burada da indi bu şəkildə saxlayır. Yəni 66 vurulsun, 1/4 də yaza bilərik. Yəni bu şəkildə də qala bilər. Bizə dəqiqliklə tap demir. Sonra məsələn B variantına baxsaq, burada katetlər var, bu x-i soruşur. Yəni mən tangens alfa ilə tapa bilərəm. Təbii ki, qarşı katetin, yəni 231-in 1524-ə nisbəti. Daha buna ehtiyac yox tapma. Baxın, görürsünüz, bucağın qarşısındakı katetin bitişə nisbəti. Bu tangensi verir də bizə. İndi baxın burada yenə də. Burada indi hipotenuz var, bir də bucağın qarşısındakı katet var. İndi mən burada nə etməliyəm? Təbii ki, sinusla. Məsələn, sinus teta
bərabərdir. Qarşı yəni 299,9'un 1071'ə nisbəti. Bu şəkildə olacaq. İndi gəldi, baxın, burada yenə də katetlər var bizdə. Katetin biri var. Birini birdən soruşur. Onda mən D variantını yazmaq üçün yazacağım ki necə? İndi burada artıq biz yenə də tangensdən istifadə edirik. Tangens 59 dərəcə bərabərdir. Qarşı katetin bitişik katetə nisbəti. Onda mən buradan hündürlüyü tapmaq üçün 13,7'ni vurmalıyam. Tan 59'a. Onda h da bərabər 13,7 vurulsun. İndi tangens 59'u gəlin biz kalkulatordan istifadə eləyəyim. Zaten biz bunu bilməyəcəyik. O 1 tam təxminən 10^6'dır. 1,6. Sonra da biz 1,6'nı vurmalıyıq nəyə? 13,7 vurulsun 1,6. Təqribi qiymətlərdir bunlar. Yəni 21,92 şəklini alacaq. Bizim hündürlüyümüz bu şəkildə olmalıdır. Sonra gəldi biz 3-cü suala. 3-cü sualda deyir ki, şəkildə evin damının öndən görüntüsünün bir hissəsi verilmişdir. Bu konstruksiyada qeyd olunmuş x və y tərəflərinin uzunluqlarını və teta bucağını tapın deyir. Lap gözəl. İndi mən buradan baxsam, baxın buna görə, yəni bunu başqa rənglə rəngləyən ki, yaxşı görsənsin. Bu üç bucağı görürük, elə deyilmi? Bucaq var. Mən bunu çəkəcəm, bax buradan. Bu bucaq var. Tərəf var. Buranın bir də y var. Baxın, qarşı katet, bir də hipotenuz. Əla, onda sinusdan gedə bilərəm. Sinus 20 dərəcə bərabərdir. Qarşı katetin hipotenuza nisbəti. Deyə bilərikmi? Bəli. Həmən buradan y-ı tapmaq üçün 3,5'i sinus 20 dərəcəyə bölməliyəm. Onda gəlin biz sinus 20 dərəcəni tapmağa çalışalım. Sinus 20 dərəcə. Yenə də burada 3,5. Bu da elədir təxminən 0,3. Yəni 35 bölünsün 3. Təxminən y bərabərdir. Biz indi 35'i 3'ə bölsək, 35 bölünsün 3 yazsa təxminən 11,7 deyək. Deməli mənim bu y-ım nə oldu? 11,7. Əla. İndi mən başqa nəyi tapa bilərəm? Təbii ki, buranı tapa bilərəm. Baxın, bu hissəni görürsünüz. Bu hissəni tapa bilərəm. Buradan bura qədər məsafəni tapmaq olar. İndi gəlin onu tapmağa çalışalım. Necə tapa bilərik? Deyərik ki, əgər baxın, bura bir x desəm, buradan bura qədər məsafəyə. Yenə də baxın tangensdən. Tangens 20 dərəcə bərabərdir qarşı katetin bitişik katet x-a nisbət. Mən yenə də buradan x-i tapmaq istəsəm, 3,5 vurulsun tan 20 dərəcə. Tangens 20'ni gəlin baxaq görək nə alacaq burada. Tangens 20 dərəcədə təxminən 0,3. 0,4 də deyə biliriz. 0,3 olsun. Yaxşı olsun. 3,5. Burada 0,3. Yenə də 0,3 deməyək. Gəlin 0,4 deyəyim. Səbəbini deyəcəm. Çünki bundan kiçik olsun da hipotenuz daha böyük olmalıdır. 0,4. 3,5 bölünsün 4. Yəni 35 bölünsün 4 şəklini alacaq. 35 bölünsün 4. Təxminən 8,75 oldu. Mən buranı tapdım. 8'dən burada dəqiq cavab deyil ha uşaqlar. 8,75. İndi mən 14,5'dən 8,75'i çıxmalıyam. Gəlin burada çıxağın. Çıxılsın 14,75. 14,5 çıxdı. Qaldı bizə, baxın. Onda mənim bu hissəm, baxın bu hissəm oldu 5,75 şəklini alacaq. Onda mən bu tettanı tapa bilərəmmi? Bəli. Onda mənim tetta bucağım tangens tetta olacaq. Tangens tetta qarşı katetin bitişik katet olan nisbəti olacaq. Aha, əla. Onda mənim bu tetta bucağım bu halı alacaq. Onda mən buradan bunu tapmaq üçün bunları 3,5'i 5,75'e bölməm lazım.
Öyle değil mi? Gelin böleyim. Bunu da gəlin kalkulatordan böləyin ki, vaxtımız çox da getməsin. 5 tam %75. Təbii ki, bunlar hər biri irrasional bir ədədlərdir. Onda mən bu tangens teta bucağım oldu 0,6. İndi bax, bucağı tapdıq. Mən bu x-i tapa bilərəmmi? Bucaq oldu bu şəkildə. Tangensin bu şəkildə oldu. İndi mən bəs bu x-i tapa bilərəmmi? Burada 90 dərəcədir axı. Pifagorla bu x-in kvadratı bərabər 3,5-in kvadratı üstə gəlsin 5,75-in kvadratı yaza bilərəm. Buradan da x-in kvadratı bərabərdir. Gəlin bunu hesablayalım. Burada yenə dəqiq ədədlər olmadığına görə 3,5 vurulsun 3,5. Yenə də təxmini bir cavablar alınacaq. Üstə gəlinsin 5,75 vurulsun 5,75 şəklinə. Bu oldu təxminən 45 tam belə bir ədəd alındı. Kvadrat. İndi gəlin bu x-in özünü tapmağa çalışaq. Salağım bunu kök altına 45 tam 3325. Bundan da təxminən çıxdı 6 tam onda 7. Deməli bizim x-imiz də oldu 6 onda 7. Yəni tapdığımız ədədlərin heç birisi təbii ki, dəqiq ədədlər deyil. Yəni bu misallar bu şəkildə həll olunmalıdır. Gəldik nəyə? Gəldik 4-cü suala. 4-cü suala baxsaq, yenə də bizə deyir ki, bu şəkildə verilibdir. Bizə deyir, nəyə ta? Uzunluqlar, bucaqlar dərəcə ölçülərini tap deyir. İndi bu bucaq verilib. Mən buranı tapa bilərəmmi? Təbii ki. Mən nə deyərəm? Yenə baxın, katetlər var, elə deyilmi? Onda tangens 41 dərəcə, x bölünsün 0,5 olar. Buradan x də bərabər 0,5 vurulsun tangens 41 dərəcə. Buradan da x də bərabərdir 0,5 vurulsun. İndi tangens 45-i gəlin hesablayalım. Tangens 41 dərəcə. Təxminən 0,8-ə. Bunları da bir-birinə vursaq. 0,8 vurulsun. 0,5. Bu da elədi cavabımız 0,4. Yəni, bura oldu 0,4. Belə olduğu zaman, indi mən bu uzunluğu buranı tapa bilərəm, bəs y-ı. Bunu Pifagorla da tapmaq olar. Təbii ki, Pifagorla tapmalıyıq da. Onda nə olacaq? Bizim bu y-ın kvadratı bərabər 0,4-ün kvadratı üstə gəlsin 0,5-in kvadratına. Yəni 0,16 üstə gəlsin 0,25. Y kvadratı da bərabərdir 1 0,41 oldu. Onda y-ımız nə olacaq? İndi buradan təqribən məsələn 0,41-dən kök təxminən 0, bu şəkildə nəsə də buradan belə də yaza bilərim. İndi baxmasaq da olar. Belə yazanda kök altında 0,41. Bu şəkildə oldu. İndi baxaq, indi mən məsələn digər bucaqları necə tapa bilərik? Təbii ki, mən buranı tapa bilərəm də. Bura 49 dərəcədir, elə deyilmi? Bura 90 olduğuna görə bu şəkildə baxmaq olar. Başqa cür necə etmək olar? Biz bucaqların dərəcə ölçülərini ABD-nin və BDC-nindir. İndi baxaq görək burada necə etmək olar? Məsələn, mən hansı bucağı tapa bilərəm? Bu bucağı tapa bilərəm. Məsələn, bura bir alfa desəm, mənim bu alfa bucağım olacaq. Yəni kosinus alfa. Kosinus alfa dediyimiz bu bucaq olacaq 0,4 bölünsün 1,8-ə. Yəni 4 bölünsün 18. Bunları da 2 xısa eləsək, bura 2, 9 oldu. Yəni də kosinus alfa da bərabər 2-ni də 9-a bölsək, gəlin böləyin. 2 bölünsün 9. Təxminən 0,2. 0,2 oldu. Bu şəkildə baxmamız lazım. Mən bu kosinus alfanın da qiyməti oldu bu şəkildə. Bəs yaxşı, indi buranı necə tapa bilərik? Buranı tapmaq üçün isə Pifagorla da tapmaq olar da buranın təqribi qiymətinə nə deyə bilərik? Bura bir A desəm, A-nın kvadratı üstə gəlsin 0,4-ün kvadratı bərabər 1,8-in kvadratı. Buradan A kvadratı bərabər 3,24 çıxılsın 0,16-ya.
Buradan A kvadrat da bərabərdir. Bura 8, 0, 2. Düz dedik mi? 3 hətta 3 olacaq. Çox yəqin ki 3. 3 tam %8. Onda buradan A da bərabər təxminən 1,4. Təqribən də təbii ki bu şəkildə demək olar. Belə bir şeylər oldu. Sonra deyir ki bizə şəkildə verilənlərə görə fiqurun H ilə işarə edilmiş hündürlüyünün sahəsini tapın deyir. Əla. İndi baxın burada təbii ki 90'dır. Bura ümumi 8'dir yəqin ki. Bura ümumi AC ümumi 8'dir uşaqlar. İndi mən bu 40 dərəcəyə görə bax qarşı katet bir də hipotenuz var. Ona mən nə etməliyəm? Sinus 40 dərəcə. Bu 5-ci sualda sinus 40 dərəcə bərabərdir h bölünsün 6'ya. Buradan mən h'ı tapsam 6 vurulsun. Sinus 40 dərəcə olacaq, elə deyilmi? Gəlin biz buradan sinus 40 dərəcə. Sinus 40. Nə olacaq? 0,6. H bərabər 6 vurulsun 0,6'ya. Bu da nə elədi? 3,6. Hündürlüyü tapdıq 3,6. Onda mən sahəmi necə tapmalıyam? 8'i h'a vurub bölməliyəm 2'yə. Yəni 8 vurulsun 3,6 bölünsün 2'yə. Aha, buradan bunu bura 4. 4 də buna vuranda 4, 12, 100, 14,4 şəklini alacaq. Bu təbii ki təqribi cavablarımızdır uşaqlar. Sonra gəldik bura. Yenə də baxın burada hipotenuz var. 90, burada hündürlük və bir də katet var. Və onun qarşısındakı bucağa görə. Yenə də mən nə ilə getməliyəm? Sinus B variantında. Sinus 36 dərəcə bərabər h bölünsün 4'ə. Buradan h da bərabərdir. Sinus 36 dərəcə vurulsun 4'ə. Gəlin sinus 36'nı tapağın. Sinus 36. Təxminən 0,10'da neçə elədi? Təxminən 0,5. 0,5'i vurduq 4'ə. Neçə elədi? 2 elədi. İndi bizim bura 2'dir. Tərəfimiz də burada 7'dir. Onda mənim sahəm necə olacaq? S bərabərdir 7 vurulsun 2. Neçə elədi cavabımız? 14. Təbii ki təqribi bir cavabımız var. İndi bura 5'dirsə buradan bura qədər də 5 olmalıdır. Və burada neçə olmalı? 3 olmalıdır. Aha, əla. Onda bizim bax katetlər var. Qarşı katet, bitişik katet. Sinus yox, tangensdən getməliyik artıq. Tangens 50 dərəcə bərabərdir. H bölünsün 3'ə. Buradan H da bərabər 3 vurulsun. Tangens 50 dərəcəyə. Və bu şəkildə olacaq. İndi tangens 50'ni tapmamız lazım. Gəlin yenə də kalkülatora müraciət edin. Tangens 50 təxminən 1,2 oldu. Yəni h bərabər 3 vurulsun 1,2. Bu da elədi 3,6. İndi mənim hündürlüyüm var. Mən bu trapesiyanın sahəsini necə tapıram? Otacaqlarının cəmi 5 üstə gəlinsin 8 böl 2 vurulsun 3,6 olacaq. Bununla bunu saydı 1,8. Yəni 13 vurulsun 1,8'ə. Gəlin biz bunları vurağım. 13 vurulsun 1,8 oldu. Yəni bu da elədi cavabımız S bərabərdir 23,4 şəklini alacaq. Bugünkü mövzumuz bu qədər. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.